Salam əziz abituriyentlər. Bugün sizinlə yeni test toplusu ikinci hissənin qrammatik mövzularından olan adjektiv, clause'lar haqqında nələri bilməliyik, test edərkən nələrə diqqət yetirməliyik, onları öyrənəcəyik. Bilirsiniz ki, bu mövzu completed sentence-in tərkibində gedir və hər zaman testlərə düşür. Gəlin bir yerdə öyrənək. Biz nələrə fikir verməliyik, nələri bilməliyik. Adjective clause'lar deyərkən bu testlər adətən əlaqəlidir bizim nisbi əvəzliklərimizlə. Biz hər halda əvəzlikləri öyrənəndə nisbi əvəzliklər bölməsini də öyrənmişik. İndi biraz oradakı qaydaları xatırlamaq lazımdır. Nöqtələrdən əvvəl fikir verməliyik ki, burada gələn isim necədir? Canlıdır, cansızdır. Baxırıq ki, burada novus var. Biz bilirik ki, bu cansız isimdir. Cansız isimdirsə, biz which və yaxud da that nisbi əvəzliyi ilə istifadə edəcəyik. Baxırıq ki, variantlarımızın hamısı buna uyğundur. Bəs bir də nəyə fikir verməliyik? Baxırıq ki, buradakı nöqtələrdən əvvəl gələn isim təkdədir, yoxsa cəmdədir. İndi novels-ı gördük ki, cəmdədir. Deməli, bunun xəbəri də cəm olmalıdır. Yəni, biz that-dən sonra həzf edilən variantı götürə bilmərik. 5 səhvdir. 5 səhv olduğuna görə dərhal 5 olan variantlarımızı atırıq. That götürürük. Zətdən sonra have translated gəlibdir. Baxıram, burada əsərlərdən söhbət gedir, düzdür, novels deyir. Bunlar özlərini tərcümə eləyə bilərlərmi? Translate də tərcümə eləmək deməkdir. Baxırıq, deyir, novels that have translated. Tərcümə eləyib bitmiş zamanda. Buradakı bu cansız isim hərəkəti özü görə bilməz. Ona görə bir səhvdir. 2-də isə which have they translated. Baxırıq ki, bağlayıcıdan sonra, yəni burada artıq nisbi əvəzlik bağlayıcı funksiyasındadır. Bağlayıcıdan sonra birinci köməkçi feil gəlibdir. Amma burada birinci mübtada gəlməli idi. Which they have translated olmalıydı. Ona görə 2-də səhvdir. 3-də which have been translated. İndi deyəcəksiniz, bəs müəllim, 2-də which-dən sonra have gəldi, bunu səhv dediniz. Atdınız, bəs niyə 3-ü düzgün götürürsünüz? 3 ona görə düzgün götürürəm ki, burada which have been translated deyir, məchul növdür, mübtada yoxdur. Ona görə də mübtada olmadığına görə mən məchul növdə olan bu strukturu düzgün götürə bilirəm. Amma belə complete sentence testlərində mən heç vaxt mübtada varsa köməkçi feili mübtadadan əvvələ gətirə bilmərəm. Çünki bu sual cümləsinin strukturudur ki, sual sözü gəlir, köməkçi feil, sonra mübtada xəbər gəlir. Biz complete sentence testlərində əvvəlcə mübtada, sonra xəbər götürməliyik. Məchul növdədirsə artıq, bəli, bu zaman mübtada olmaya bilər və tərcümə edirəm deyir, əsərlər tərcümə edilibdir. Artıq burada eləyən özü deyil, məchul növdədir, edilibdir. Ona görə də 3 düzdür. 4-də isə which they have translated. Artıq hansı ki onlar tərcümə ediblər. Artıq burada da mübtada plus xəbəri var deyə, yəni kimlisə də, yəni onlar tərcümə eləyib, artıq mübtadası var deyə bunu da düzgün götürə bilirəm. Deməli, düzgün cavabım 3 və 4 B variantıdır. Gəlin, baxaq görək biz burada nə öyrəndik. Deməli, complete sentence testlərini işlədiyimiz zaman bəzən bunu nisbi əvəzliklə əlaqələnmiş formada görə bilirik. Ona görə nöqtələrdən əvvəlki isimə baxmalıyıq. İsim təkdədirsə tək xəbərlə, cəmdədirsə cəm xəbərlə olmalıdır. Və buradakı isimin canlı-cansız olmasına baxmalıyıq ki, görək hərəkət özü icra eləyə bilir, yoxsa eləyə bilmir. Yəni, məlummu, məchulmu istifadə eləyəcək. Ən sadə qaydalarımızdan da biri odur ki, fikir verməliyik ki, bağlayıcıdan sonra mübtada plus xəbər gəlsin. İkinci testə baxırıq. Nöqtələrdən əvvəl songs var. Yenə baxıram ki, bu cansız isimdir və cəmdədir. Ona görə dərhal mən tək xəbər olanları atıram. Zətdən sonra həz gəlib 2-ni götürə bilmərəm və 2 olan variantlarımı atıram. Artıq mən sadəcə C və Y variant arasında qalıram. Yenə baxıram. Bağlayıcı, yəni nisbi əvəzlik gəlib, özündən sonra have composed gəlib. Mahnı öz-özünü bəstələyirmi? Xeyr, mahnı bəstələnər. Ona görə məlum növdə olan mübtadasızı götürmürəm. Məchul növdə olanı götürürəm. Onda hansı düz olar? Which have been composed olacaq. Deməli, 5 düzgün cavabdır. 3-cüdə have they composed bağlayıcı var. Mübtada xəbər var, bağlayıcı yox, feil var. Feil, yəni köməkçi feil mübtadadan əvvələ keçibdir. Ona görə bu da səhvdir.
götürə bilmirəm və 4-cü testdə isə bağlayıcı mübtəda plus xəbər var. Burada heç bir səhvlik yoxdur. 4-ü də götürürük. Deməli, düzgün cavabımız olur 4 və 5, yəni C variantı.